Salam dostlar. Mən bugün uşaqdan böyüyə hər kəsin çox sevdiyi yarpaq dolması hazırladım. Ən sadə, ən təbii şəkildə bişirdim. Əvvəlcə həyətə düşdüm. Birinci işim təzə, yumşaq yarpaqları yığmaq oldu. Bir bilsəniz yarpaqlar necə gözəl qoxuyurdular. Sonra həyətdə gəzə-gəzə biraz göy soğan, nanə, şüyüt yığdım. Hər biri təbii olduğu üçün ayrı ləzzət verirdi. Evə qayıdıb göyərtiləri yaxşıca yudum. Soğanı doğrayanda gözüm yaşardı, amma olsun, bu dolma buna dəyər. Daha sonra yığdığım göyərtiləri yaxşıca doğradım və içinə əlavə etdim. İçliyin üzərinə biraz su əlavə edib yaxşıca qarışdırdım. Daha sonra yığdığım yarpaqların üzərinə qaynar su əlavə edib yumşalmağını gözlədim. Dolmaları büküb üzərini yarpaqla örtdüm. Daha sonra bişməyə qoydum. Ocağın altını yandıranda bilirdim ki, birazdan evə dolma qoxusu yayılacaq. Elə bir qoxudur ki, evə girən hər kəs dolma bişirmisən deyə soruşur. Bax, bu mənim üçün bir ev deməkdir, ləzzət deməkdir.